Dəyərli izləyicilər, Pancomi TV YouTube kanalına xoş gəlmisiniz. Zəhmət olmasa videonu axıracan izləyin və bəyənməyi unutmayın. Dəstəyiniz üçün təşəkkür edirik. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva Arxeologiya Cəmiyyətinin Qafqaz bölməsi tərəfindən aparılıb. 1920-ci, 1970-ci və 1980-ci illərdə də müxtəlif yerli və xarici elm adamları ərazidə olub, tədqiqat işləri həyata keçiriblər. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, Xarabagilan ərazisində şəhər mədəniyyəti əsrlərdə yaranıb, orta əsrlərdə isə bu şəhər Azərbaycanın mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olub. Ekspedisiyanın rəhbəri, tədqiqatçı alim Bəhlul İbrahimli bildirib ki, hazırda 2-ci memorial kompleksdə qazıntı işləri həyata keçirilir. Şəhərdə 2 dağın üzərində, şərq tərəfdə 1-ci memorial kompleksdə yerləşir. Hansı ki, ərazisində 30-a qədər türbə var, hamısı da daşdan işlənmiş türbələrdir. Hamısının da sərdabələri var, onların içərisi bişmiş kərpiclə hörülüb və həndəsi naxışlarla işlənilib.